Rayondan gəldik. Göyərti gətirmişəm. Nənə qoyub. Altında da meyvə var. Dünən gəlmişik. Gələn kimi başım çox pis ağrıyırdı. Yatmışam. Bugün gün ərzində istirahət eləmişəm. Heç nə eləməmişəm. İndi durdum biraz yoldaşıma yemək pişirdim. Sonra qab-qacaq yudum. Yuxarıda paltarları, gətirdiyim paltarları falan, pastellər falan dəyişdim. Atdım maşına. Dedim bugünü belə vlogluyum. Bugün 2 hissədən ibarət olacaq. Sabaha da çəkəcəm. Çünki sabah qardaşımın ad günüdür və biz birlikdə hədiyyə yığacağıq ona. Birinci bu konfet qabını doldurmalıyam. Sonra bu şirniyyatı qapalı, ağzı qapaqlı bir qaba qoyacağım. Dadı dəyişməsin. Vaflin dadı çox tez dəyişir açıq qalanda. Mən yemirəm, xoşum gəlmir, amma yoldaşım yeyir. Ona görə bunun ağzını yaxşı bağlayayım ki, hava çəkməsin. Qaynatdan öncə konfet qoymuşdular belə. Onu da bura əlavə edirəm. Bunlar bizim evdə yeyilmir. Çünki yoldaşım, nə də atam bizə işləməyə gəlir də bilirsiniz. Nə də atam yemir. Ancaq o marmalatlardan yeyirlərdi. Ondan doldurmuşam qabı. Bunları da belə qonaq falan gələndə süfrəyə qoymaq üçün. Bundan anamgilə də verəcəm. Çünki anam da, qardaşım da yeyirlər də. Bu qalıb burada nə edirəm? İldə bir dəfə, ayda bir dəfə qonaq gəlir. Bundan indi bölüb onlara da paya qoyacağım. Ümumiyyətlə qaynatamgil, İbrahimin nənəsigil, nəsə qoyanda, kənddə eləyəndə həmişə anamgillə bölüşdürürəm. Məsələn, çoxlu biber qoyublar. Onu anaya verdim ki, qışa tutma eləsin. Məsələn, 5 balon olacaqsa, ikisi bizim, 3 onların, belə. Bunlardan ayıram. Bilirəm ki, nə çox yeyilir, ondan qoyuram. Bunları da saxlayım, lazım olur. Evə qonaq falan gələndə. Belə. Meyvə yudum, bunları yığım. Süfrədə olsun, yesin. Bunları götürəcəm. Aparım yuxarıda yeyək. Bunda da qəşəng çünki. Bu biraz yumuşalıb. Bu vəbşə xarabdır. Belə. Belə. Süfrənin üzərinə. Deməli çörək elədim. Sadəcə short video çəkirdim deyə belə çəkmədim. İndi bunu dilimləyib qaba yığacağım. Belə ağzı qapaqlı qaba yığıram. Ağzını bağlayayım. Qoyum yanına. Biraz meyve koyup atarım.
başıma da çay yaparım. Gecə diye çay demlemden paket çay istifadə edirəm. Herkese ikinci gündən salam. Bu gün qardaşımın ad günüdür. Ona görə də evdə işlərimi həll edib onun üçün hədiyyə hazırlamalıyam. Onu da bir yerdə eləyəcəyik, çəkib göstərəcəm sizə ki, necə eləyirəm. Bəlkə sizə də fikir olar. Kofemi hazırladım. Həmişə südüm, suyu, kofeni bir yerdə qarışdırırdım. Keçən dəfə bir video gördüm. Əsasən də türklərin videosunda görəm bunu ki, birinci südü tökürlər, kofe ilə suyu ayrıca qarışdırıb üzərinə əlavə edirlər. Dedim bu səfər də belə yoxlayım, görüm hələ görünüşündə dəyişiklik var. Dedim görüm hələ dadında da mı dəyişiklik olacaq. Belə kofemi içim, videomu editləyim, paylaşım. Deməli bu gün planlamışdım ki, özüm gedim mağazinə, qardaşımın ad günüdür. Hədiyyəli alım. Nəsə dəhşətli dərəcədə üstünüzə sağlı ağrıyıram. Ayağım bir tərəfdən ağrıyır. Ümumən belə halım yaxşı deyildi deyə heç yerə getmədim. Yoldaşıma tapşırdım. O da çərəz mağazinindən alır belə şeylər. İndi mən də belə paketlər almışam. Bu topdan satılan yerlərdə olur. Mən Məşdağdan almışam. Bir dənə də belə qutum var. Bu qutunun qapağını istifadə eləməyəcəyik. Çox böyük ehtimal. Açdım. İçində belə saman var və mavi lent. İndi bir bunları yığaq. Bunun qutunun içini yığaq səliqə ilə. Bir də telefonu sabitləyim. Çünki təkəndən heç eləyə bilmirəm. Başlayaq bunların içini doldurmağa. Əllə təmas edəcəyimizə görə əlcəyə geyinirəm. Əlcəyimi geyindim. Başlayaq. Və başlayıram hədiyyəni yığmağa. İstədiyiniz kimi içini dəyişə bilərsiniz. Elə adamlar var ki, həvəsi var. Məsələn, mən belə şeylərə həvəsim var. Mən belə bir səhifəm də var. İstəyən olsa zakaz götürürəm. Səhifəni bura etiketləyəcəm. Instagram hesabından girib baxa bilərsiniz. Belə istəyə görə, içi zövqə görə dəyişilir. Bütün bayramlardan kişilər üçün hədiyyə seçmək o qədər çətindir ki, bunu məncə qadınların çoxu yaşayır. Yaşlı insana, məsələn, mən atama hədiyyə alası olsam, yəqin ki, köynək alaram, kəmər alaram, nə bilim, da belə şeylər geyimə əsasən üstünlük verərəm. Amma yoldaşımdır, qardaşımdır, onlara nə alacağımı bilmirəm həqiqətən də. Çətinlik çəkirəm. Ona görə belə şeylər yaxşıdır. Adamın əlindən tutur, üzünü ağ çıxardır. Həm görünüşü qəşəngdir, baqatı görünür. Həm də ki, dəyəri mənə görə əsas hədiyyənin düşünülməyidir. İnanın ki, 50 qəpilik də bir şey olsa, mən ona sevinəcəm. Əsas o insan məni düşünür, alır. Mənim üçün belədir. Bəs sizcə necədir? Sizin üçün hədiyyənin böyüyü, kiçiyi, qiymət fərqi varmı? İndiki dövrdə bəzi insanlar üçün var, amma nə yalan deyim, mənim üçün yoxdur. Qutu tapa bilmədim. Bu qutu çox balaca olduğuna görə yerləşmirdi. Mən iki hissəyə bölmək istəmədim də. Məsələn, qapağını da istifadə edə bilərdim. Elə istəmədim olsun. Ona görə belə bordo, qırmızı deyil, yəni şit qırmızı deyil, bordo rəngdir. Bordo rəngli bir qutu tapdım. Və belə yığdım. Dediyim kimi 2 dənə də enerji içkisi alacağım. Birini yəqin ki buradan, birini də bu aralıqdan qoyacağım. Belə. Gedim indi özüm hazırlaşım. Buraları toparlayım. Buraların vəziyyətinə baxın. Penatlas falan kəsdim. Yəni bu günə qalıb.
Bu bayaq bişirdiyimdəndir. Bundan aparacağım bacım üçün. Belə, yəni ümumi vəziyyət budur. Buraları səliqəyə salıb gedirəm özüm hazırlaşım. Qalan fındıqdan, daha doğrusu badamdan, bura tökəcəm. Belə kofe qabım var. Buna da bundan qaldı əlavə edəcəm. Və nənə belə bir şey qoymuşdu. Bunu açıb əlavə edəcəm. Bu qalanını da süfrəyə qoyuram. İçinə olmaz. Belə. Bunları yerləşdirim yerinə. Mağazadan 2 dənə bizon alıb üzərinə qoydum və çatdıq atəcilə. Ata kebab çəkmişdi, anam isə aş süzmüşdü. Tortun bəzəyini isə mən vermişdim. Çalışıram bacımın da, qardaşımın da adı günündə belə maraqlı və gülməli dizaynlar etdirim. Qardaşıma Allahdan uzun ömür, əsas da can sağlığı arzulayıram. İnsanın qardaşının olmağı çox gözəl bir şeydir. Allah hər kəsə qismət eləsin. Sizə də təşəkkürlərimi bildirirəm. İzlədiyiniz üçün like etməyi unutmayın. Sağ olun.